сегодняшний день, вы знаете, цены на энергоносители, цены на газ, скажем, в Европе где-то зашкаливают за $600 за 1000 кубов, а Россия продает газ Армении $177,5 за 1000 кубов. Разница большая. Разница существенная. Rusya Ermənistana hər il təqribən 2 milyard kubmetr qaz verir. Əvvəllər bu qazın qiyməti xeyli aşağı idi. Təqribən 1000 kubmetri $54 alırdı Ermənistan. Sonradan Rusiya yavaş-yavaş qazın qiymətini qaldırdı və indi 177,5 deməli dollara 1000 kubmetri Ermənistana verir. Bundan başqa Ermənistan İrandan da qaz alır. Təqribən Rusiyadan aldığı qədər İrandan da qaz alır. Ancaq qarşılığında pul ödəmir. Qarşılığında elektrik enerjisi ilə ödəyir. İrana verdiyi elektrik enerjisi ilə. İndiki şəraitdə yeri gəlmişkən İrandan alınan qaz elektrik stansiyalarında istifadə olunur və elektrik enerjisi ilə də dediyimiz kimi İrana ödənilir. İndiki şəraitdə əgər Rusiya Avropa qiymətləri tətbiq etsə və Ermənistana qazı $600 satmaq istəsə, təbii ki, bu Ermənistan üçün ciddi problemlər yaradacaq və Putin də bilərəkdən bu xəbərdarlığı etdi və Avropa qiymətlərini xatırlatmaq qərarına gəldi. Kim Rusiyanı əvəz edə bilər? Azərbaycanın elə əlavə Ermənistana veriləcək qazı yoxdur. Üstəlik nəzərə alsaq ki, Ermənistanla Azərbaycan arasında qaz boru kəməri xətti yoxdur, olmadığına görə hətta qaz olsa da onu Ermənistana indi vermək qeyri-mümkündür. Eyni zamanda Azərbaycanda maye qaz zavodları da yoxdur. Çox təəssüf ki, bu çox böyük xərc tələb edən bir məsələ olduğundan Azərbaycan hələ maye qaz istehsal edən zavodlara malik deyil. Ancaq ümid eləyək ki, gələcəkdə bizdə də belə zavodlar tikiləcək və bu təbiidir ki, qaz ixracını xeyli asanlaşdırır. Təkcə boru xətləri ilə deyil, eyni zamanda digər vasitələrlə də qazı satmaq imkanı yaradır. İran Rusiyanı əvəz edə bilərmi? Təbii ki, İranın çox böyük qaz ehtiyatları var. Ancaq indiki şəraitdə hətta Ermənistana veriləcək qazı olsa da Rusiyanı narazı salmamaq üçün yəqin ki, bu addımı atmaz. Rusiya ilə münasibətlər qorumaq İran üçün çox vacibdir. Bu səbəbdən Rusiyanı qıcıqlandıran addım atmayacağı və Ermənistana əlavə qaz verməyəcəyi aydındır. Bunu yəqin ki, ermənilər də başa düşürlər. Bu səbəbdən Rusiyanın Putinin bu xəbərdarlığı kifayət qədər ciddiyə alınmalıdır. Bu Ermənistan üçün çox ciddi problemlər yaradacaq məsələdir və əgər seçkilərdə Paşinyan qalib gəlsə, qazın qiymətinin dərhal qaldırılacağı heç kimdə şübhə doğurmur. Və Avropanın indi özünün qaz təchizatı ilə bağlı çox ciddi problemləri olduğunu nəzərə alsaq. Üstəlik, Amerika Birləşmiş Ştatlarının maye qazı çox baha qiymətə satdığını da üstünə gəlsək, onda Ermənistanı həqiqətən də çox ciddi problemlərin və ağır günlərin gözlədiyi bir daha aydın olar.